Okey. Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliğinə qələbə proqramının 212-ci bölümünə başlayırıq. Allah Teala'ya şükür olsun ki, bu günü də bizə qismət elədi. Yarı ölüm, yarı dirilikdən ayrılaraq həyata başladıq və bu fürsət məcalda oldu ki, bu günləri də Türk insanının yaratdığı uyğarlıqdan, yazı uyğarlığından, düşüncə, duyğu, anlayış uyğarlığından bir dana mürvarid ilə tanış olaq. Gedək görək ki, bu günləri hangi mürvarid şansımıza çıxır ki, oradan bir şeyləri öyrənək. Dünənləri bir əski kitab oxuduq. Kitab 900-cü ildə yazılmışdı. Adı Dilquşa. Mərhum Hacı Bəktaş Vəli Əfəndimizin, böyüyümüzün Allah rəhmət eyləsin, onun yazdığı bir kitab. O kitab çox köhnəlibdir, çox yazılar gediblər, yaxşı görsənmir, amma çox sadə bir dillə onu biz tanıdıq. İndi, əlbəttə, burada da açdım, elə gənə Hacı Bəktaş Vəlinin Məqalət adında bir şey gəldi. İnşallah ömür olursa, onu da görüb oxuyarıq. Amma indilikdə gedək görək ki, biz hangi kitabı oxumalıyıq. Dünənləri Hacı Bəktaş Vəlini oxuduq və bu günləri Sərf-i Türki. Bir də bunun yanında, bunu istor eləyək, amma düzdür, ayrı kitablar açacaq. Bu nədir burada? Bunu da bağlayaq. Tamam, bu gedək bir daha bir ayrı kitab da açaq. Görək ki, fürsət eləsək, iki kitab oxuyarıq. Bir də bu cami dediği görək ki, o nədir? Fikirlə bu kitabı oxumuşuq. Əgər elə rəngindən belə mənə gəldi ki, oxumuşuq, amma baxarıq, bir görürük ki, nədir? Sərf-i Türki. Bir dənə biz Sərf-i Türki oxumuşduq. Biri Ulupalı yazmışdı bir neçə gün qabaq. Əfqanistan Digital Library. Əfqanistanda digital kitabxana düzəldiblər. Orada bu kitabı, yəni bu kitab Əfqanistanda saxlanır. Yazıbdır ki, this is a PDF version of an item in New York University's Afghanistan Digital Library. Aha, Amerikada kitab saxlanır. New York'dan üniversitesində ya bilim yurdunun Əfqanistan adlı bölümünün digital kitabxanasında. Tamam, pəs bu Əfqanistan deyil. New York Üniversitesində bu kitab saxlanır. Əfqanistan bölümündə. Yəni, bu kitab ehtimalı budur ki, Əfqanistandan alınıb, ya qaçırılıb, gəlibdir ora. Bilirsiniz ki, davalarda, böyük davalar düşəndə mütəəssifanə onlar ki, qiymətli şeylərin ərzişini bilirlər, muzələri dağıdarlar ya da kitabxanaları. Çünki burada həcmi az, yəni ağırlığı az, amma bahalığı çox baha kitablar var. Dediyimiz kimi, məsələn, bir dənə kitab satıblar, bir vərəqin, miniatür yazılmış vərəqin, ehtimalən Şah Təmasib dövründə yazılan bir Şahnamə deyə, onun bir vərəqin, cırıblar kitabı, vərəq ediblər, bir vərəqin 260 milyon dolara satıblar. Belə bir vəziyyətlər olur. Görürsünüz ki, çox ağır pullar. Bu kitab yazıb, kitab haza be tarixi 20 mizani 1302. 1302 olar 145 il bundan öncənin kitabı olar. Be qiyməti Nuh Şahi vüsul şud. Bu kitabı bu adam gedibdir, bəllidir, çap kitabdır bu. Ya indi daş çapdır, ya da elə məmuli qurğuşun çapıdır. O zaman da qurğuşun kitablar da var idi. 9 şahiyə alıbdır. 9 şahiliği bəlli olur ki, əslən oradan ucuz olması göstərir ki, əlbəttə 100 il bundan qabaq da 9 şahi özü böyük pulmuş, amma neçə olarmış onu bilmirəm. Əgər bunun arımına baxsaq, burada bir amblem deyirlər elə bir. Bu amblemə baxsaq,
bir börklü zahirən. Börkün ortasında bir ışıq görürsünüz. Ehtimalən bu şahın əlamətidir, hər nədir. Dövrəsində də bir, yəni çox sadə bir şeydir, çox da ciddi bir şey deyil. 15 ədəd bunlar nədir? Kitabxana Mətbəi İnayət. Mətbəi İnayət adında bir yerdə Silsilə Təlifat Mədrəsə-i Mübarəkə Həbibiyyə. Bilirsiniz, bunu mən dəfələrcə ərz eləmişəm. Osmanlını kopu olurdu. Zahirən nəzərə gəlir ki, məsələn, İran deyə, Məmaliki Məhrusi Qacar ya Əfqanistan deyə, ya o birisi Türk və İslam məmləkətlər deyə bir yerlər var idi zahirən. Amma əslində baxsaz, Osmanlı hər nə iş görsə, o gəlir burada təkrar olur. Orada da bir dənə mədrəsə açıb, özünün çapxanası var. Eyni Osmanlı dövrü kimi orada Sərfi Türki müəllif Məhəmməd Nəzif, müəllim-i Türki Mədrəsə-i Mübarəkə Həbibiyyə və Hərbiyi Səraciyyə. Yəni bir dənə mədrəsədir, adı Mədrəsə-i Mübarəkə Həbibiyyə və Hərbiyyə Səraciyyə, həm də nizami yerdir. از طرف نظارت جلیله معارف برای مکاتب ملکی و عسکری دولت العلیه افغانستان منظور و مقرر گردید. Darüsseltene'nin ya da ki kitabın Darüsseltene katin bu indi oxuya bilmirəm ki, bu kitabı burada oxuya bilirəm. Yəni o gəlir burada katin Darüsseltene در مطبعه مبارکه اینایət به زیور təb arasında gəldid 1336 da çap olubdu. İndi bunun nə cür 36-da olsa, bu nə cür 32-də bu kitab əlinə gəlib çatıbdı. Bu da bir məsələdir. 1302 Mizan ayıdır. Ehtimalən bu xorşidi ola, günəş ili, bu qəməri ili ola. Amma yenə də bir belə az fərqi olmamalıdır. Çox fərqi olmalıdır, heç belə olsa. O zaman 500 dana çap olmuşmuş. İndi İran adlı yerdə kitablar 500 dana çap olsa, yazarlar böyüklərini atırlar göyə. Yəni ona görə diqqət eləyək, bu çox önəmli bir məsələdir. Və o zaman Türklərin Əfqanistanda nüfusunu da göstərir. Yəni 500 kitab çap olub Türklər üçün Əfqanistanda, bu böyük bir ciddi bir məsələdir. Mən bu kitabı əslində gərək oxumayam, çünki farsça yazılıbdır və nə deyirlər, taza bir kitabdır. Amma üçün Əfqanistanda yazılıb, istəyirəm görüm ki, bu Türklər üçün orada hangi məlumat verir. Bir müqəddəmə yazıb Muhammed Nəzif, yəni bu kitabı yazan özü bir müqəddəmə yazıb, Müəllim-i Lisan-ı Osmani. Elə buradan onu oxuyaq, görək ki, nə cür düşünür bu adam. Bismillahirrahmanirrahim müqəddəmi. Sitayişi cunacun be an qadir biçun səzaست ki, hər kəs ra be zəbani guya saxte və təhiyyat bu qələmun az hədd و عد بیرون بان سرور پیغمبر و به آن سرور پیغمبر رواست چه لوای انا افصح العرب و العجم برافراشته. Calibliği budur ki, elə o zaman insanlar dillərin hamısını rəsmiyyətə tanırmışlar. Bu da önəmli bir düşüncədir ki, ondan həm İslam əlsinəni rəsmiyyətə tanıyıbdır, həm də ki 145 il bundan öncə bu kitab çap olmamışdan əlbəttə öncə bu yazar da dilləri rəsmiyyətə tanıyıbdır. همچنین بر آل اطهار و صحابه گرام او باد. اما بعد چون تمدن و ترقی در عالم به تحصیل علوم و فنون است و مرصد این مقصد اقصا منوط و مربوط به آموختن السنه متمدنی vəsiy است. 145 il bundan qabaq Osmanlı'nın son zamanlarına dövr gəlir. Fikir edirəm, məsələn, gəlir
Əbdülhəmid dövrünə rastlaşıbdır. Amma görürlər aləmi tərəqqidən nə cür danışır? Çün təməddün və tərəqqi در عالم به تحصیل علوم و فنون است و مرصد این مقصد اقصا منوط و مربوط به آموختن السنه متمدنه وسیع است متمدنه وسیع است که کافل و شامل جمیع علوم و فنون می باشد. دیلدر و اگرچه چند زبان دارای این صفت در عالم موجود است اما برای عالم اسلامی دقت buyurun اما برای عالم اسلامی بهترین السنه زبان Türkçe Osmanlı است. 105 il bundan qabaq türkünün Afqanistanda türkünün İslam dünyasında olduğu konusun Ərəbcədən mühüm bilir. Pəs bir də oxuyaq. Amma برای عالم اسلامی مسلمانlar بهترین السنه زبان ترکی عثمانی است که حائزی جمیعی صفاتی لازمه و کفیلی اشاعت و اذاعتی علوم است و نیز تعلیم آن نسبت به السنه اروپان منظوری یوروپی به صدها درجه بهتر است. Diqqət buyurun. Hətta deyir ki, məsələn, İngilisidən, Fransızdan, Almandan, İspaniyadan və İtaliyadan ki, ehtimalən o zamanda çox ciddi dillərdilər. Deyir ki, İngilisi ilə ki, ciddidir, bunları bilirik. Almanı, Fransa bu üç dana çox ciddidir. O birisilər də bunun yanında, hətta Rusiya da bunun yanında ola bilər. Onları nəzərdə tutsaq, deyir ki, və niz təlim an nisbət və əlsini Yuropi به صدها درجه بهتر است. yüzlər درجه onlardan yaxşıdır. Niyə? Xüsusən برای مردم اسلام که زبان عربی را که جزء اعظم ترکی است ترکünün də bir çoxu deyir ərəbidir. جزئی اعظم ترکی است عموما یاد دارند. از این رو با پادشاه همان پادشاه معرفت شعار خود مختار دولت افغانستان این زبان گوهرفشان را در مکاتب سلطنت قوی شوکت خود جاری داشتند. رسمی dildi Afganistan'da. Bir de burasını okuyayım. از این رو پادشاه معرفت شعار خودمختار dözdə. Müstəqil deyil. Yani Osmanlı'nın bağlılığıdır. Osmanlı'ya bağlıdır. خودمختاری دولت افغانستان این زبان گوهرفشان را در مکاتب سلطنت قوی شوکت خود جاری داشتند. öz məkatibində, məkatib mədrəsələr, dairə idarələr, kollən idari sistemləri deyir. Məkatibi siz sistem tutsaz daha yaxşı anlaşılar. جاری داشتند و چون برای آموختن هر زبان یاد گرفتن قواعد آن چون صرف و نحو ضروری است لذا این رساله را به طریق سوال و جواب برای هوسکاران لسان عثمانی تألیف نمودم که به زیر سایه مراهم والیه اعلی حضرت سراج المله و الدین adını istiriyorsun ve nezaret عالی متعالی حضرت معین السلطنه صاحب ehtimalən elə bu Sirac şahın adı olacaqdır. Sahibi بر رحله تدریس انداخته شد و من الله توفیق müəllim lisan Osmani Məhəmməd Nəzir. Burada gördük bizə çox cəlib o adamlar ki deyirlər Osmanlı dövründə Türk dili ərzişi yox idi. Gəlsinlər görsünlər ki Türk dili deyir ki düzdür bir çoxu ərəbidir. Amma və insanlar ərəbini bilirlər. Bunu da deyir. Amma Osmanlı dilinin elmi dili, teknoloji dilidir, inkişaf dilidir. O qədər inkişaf dili önəmlidir ki, deyir, Avropa dillərindən yüzlər bərabər, yüzlər qat daha önəmlidir. Müxtəsər sərf. İndi burada görək ki, çünki mən türkçənin yaxçı deyil, sərfi oxumaqda mənə fayda var. Onun üçün sizlərin icazənizlə və özümün Allah'tan lütf istiyaq, inayət istiyaq bunu bizə versin. Müxtəsəri sərfi Osmani.
سوال: صرف عثمانی از چه بحث میراند؟ جواب: از قواعد درست خواندن و نوشتن زبان عثمانی بحث میراند. حرکت چیست؟ حرکت جراح که من dediğim sözü bu da diyebilir ya yok. صدایی که به واسطه زبان و لب و دندان از دهان برمی آید او را حرکه می نامند. Biz buna səs deyirik, amma o deyir hərəkə. O səs ki deyir ağızdan çıxır, ona hərəkə deyirlər. Bu deyibdir, bu deyib hərəkə deyirəm ona. Amma biz ona səs deyirik. O səsi hərəkə ilə, əlifba ilə nümayiş veririk, nəqqaşladırıq. Yəni o səs hərəkə deyil, biz onu görmürük. Yazı yazanda onu görmürük. Biz onu əlamət qoymuşuq, istandart eləmişik öz aramızda ki, ağa, əgər səsin üstünə belə bir xətt çəksək, üstdən aşağı amma əyri, ona deyəcəyik ə. Əgər xəttin altında qoysaq e. Əgər xəttin üstündə bunun başını bir zərrəcə yumru eləsək o deyəcəyik. Əgər xəttin üstündə bir belə a qoyduq, ona a deyəcəyik. Əgər xəttin altında qoyduq a-yı i deyəcəyik. Əgər məsələn indi ö və u bunu şeydə ərəb əlifbası ilə, türk ərəb əlifbası ilə bunu çıxartmamışıq. İndilikdə bunları Osmanlıda dedik bir inqilab olubdu. İnqilabi hərfi deyə. O inqilabi hərfidə gəliblər, onlara da səs çıxadıblar. Ö, ü. Bunlara da səs çıxadıblar. Ha belə o nuni ki buradadır. Nuniğunnə dedikləri. Ona da səs çıxadıblar. Bunlara əvvəl bir şəkil çıxadıblar ki, nunu belə yazacağıq. İçinə bir nöqtə. Əlifi bir dənə üstdən xətt qoyacaq, adı əlif olacaqdır. Bu xətti qoyublar ki, hər vaxt dedik ə, ədəb olur görək. Əgər bunun üstə bir dənə də ayrı a qoysaq, ona dedik a, ona məd deyirlər. Bir dənə belə böyük kimi bir şey deyirlər, ləbədar deyirlər. Onu qoysaq, deyəcəyik ona nə mənə? A, i, u, b, t. Bunlara bir standart bir şey çəkmişik, amma indi bunların B-dir, 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 B-dir. Bunları da o səslərlə biləcəyik. Ona görə, indi burada hərəkət çənd qismi است, hərəkət sə qismi است. Üstün, üstə, üstün, yəni fəthə. Əsrə, yəni kəsrə. Ötrə, yəni zəmmə. Calibdir, mən bunları bilmirdim. Osmanlıda ehtimalən belə deyilmişlər. Hərəkət, elə dedik A, O, Ü, deyir ki, üç cürədir. Üstə olsa fəthədir, altda olsa əsrədir və zəmmə olsa ki, ərəbcədə ona ötrə deyirlər. Ö, ötrə. Kəlmə çiz. Kəlmə nədir? Yek ləfz است ki, az o یک معنی برمی آید. می برآید. یک معنی می برآید. مثلا او، خانه، məktəb, dəbistan. Bunlar kəlmədirlər. Yek ləfz است. Bir ləfzdir, ağızdan çıxan bir sözdür. Ki, az o yek məni mi bərayət. Ondan bir dənə məna çıxar. O, xanə, məktəb, dəbistan. Hərf çiст. صدایی که به واسطه حرکه از دهان برمی آید آن را حرف می نامند. Bir səs, bir dənə səsə deyir hərf deyirlər. Dedim bunlar deyil. Məsələn, a, ha, eyn, he, xe. سوال: در لسان عثمانی چند حرف مستعمل است؟ دولت در لسان عثمانی 33 حرف مستعمل و به قرال ذیل می باشد. الف، با، پ، تا، ثاد، جیم، چه، ها، خ، دال، زال، ر، ز، ژ، سین، شین، صاد، زاد، تا، ذا، عین، غین، ف، قاف، کاف، یاف. Bir tane de nunumuz vardı. Kaf nun gunne. Onu geçtik. Evvel o de, ondan sonra nun gunne, bu de, ondan sonra kaf, kaf, lam, mim, nun, vav, he, ye. Cedruk obris sehdiye. İsmi çiz. İsmi nedir? Nami یک شخص، یک حیوان یا یک شیء را اسم نامند. می نامند.
Esm çənd qism است. Esm دو قسم است. اسم خاص، اسم عام. İndi bunları görək nədir? İsmi xas siz یک شخص با یک چیز یا یک چیز معین را میفهماند. مثلا احمد، البته احمد عامdır. Kabul xassıdır. İstanbul xassıdır. Amma Əhməd yox. Məsələn, Əhməd üçün amdır. Əhmədlərin hamısına demək olar Əhməd. Amma məsələn desək ki, Əhməd Şah Qacar o xassıdır. Həzrəti Muhammed xassıdır. Həzrəti Əli xassıdır. Çünki bunu deyəndə İmam Hüseyn, Hüseyn deyəndə, amma imamın deyəndə gedirik İmam Hüseynə məsələn. Həzrəti Adəm, yoxsa Adəm ovladı, Adəm belə deyər, o deyəndə umumi olur. İsmi am چیست؟ اشیاء غیر معینه را میفهماند. Kitab, qələm. Amma deyəndə məsələn kitabı, sərfi, türki bu gedir. Bu kitabı kələn oxuruq. Məsələn bunu indi bəlli olur. İsmi nəzər bi ədad İsmi nəzər bi ədad çənd qism است. Yəni dedik ki, ədədlərdə də var deyil. Onda deyir ki, ism nəzər bi ədad دو قسم است. قسم اول مفرد، قسم ثانی جمع است. Ədəd olanda müfrəd چیست؟ تنها یک فرد را نشان میدهد. مثلا قلم، کتاب. Bir dön olsun. Bir qələm. İsmidir. Bu ədəddir. اسم جمع چیست؟ از فرد زیاده چیزها را نشان میدهد. در لسان عثمانی علامت جمع لر است. یعنی هرگاه کلمه لر در آخر مفرد واقع باشد جمع میگردد. مثلا مفرد او، ev, خانه، قلم، مکتب، دبستان. جمع evlər, xanəha, qələmlər, məktəblər. Təmrin olacaq. Təhrin yazıblar. Təmrin biz indi deyirik. Təhrin. Pəs bu o anlamdadır. از اسماء ذیل اسماء خاصه و عامه و مفرد و جمع را تفریق کنید. Burada təfriq minha eləmək də bir-birindən ayırdı. Ayırdı eləməkdir. Burada gəlir bunları deyir ki, imtihan alır əslində. İndi deyir ki, ondan sonra nə mənə? İsm bər çənd hal mi başad? İsm bər həft hal mi başad? İsmin neçə cür olduğunu deyir. Mən bilmirdim şəxsən bunu. Görək ki, nə deyir? Mücərrəd است. حال اول یعنی اسم مجرد است. یعنی که حال اصلی خود اسم گفته می شود. مثلا احمد، قلم، کتاب. حال دوم مفعول به است. Onun üstünde bir iş görünür. هرگاه آخر اسم مجرد متحرک باشد یی جله یی و اگر غیر متحرک یعنی ساکن باشد ی əlavə gəşdi be husul miyabət. Yəni məf'ulu beh beləsi olar. Məsələn, kitabı, bir kitab, kitabı, yəni kitab ra, kitabı ver mənə. O məf'uldur, onu istir, onun üstündə bir işi olur. Ona görə məf'ul deyirlər. Qələm mücərrəddir, kitab mücərrəddir, kitabı, qələm, qələmi, hüqqə, hüqqəyi, hüqqə dəvat. O qədim qələmi bir də şüşə olurdu. Bilmirəm indi yadınıza gəlir. Xudnevislə onu şeylərdilər ya qələmlə elərdilər. Bir şüşə idi, onun içinə davat doldururdular, yəni mürəkkəb doldururdular. Onun üstünə də bir pambıq qoyurdular. Qələmin ucunu basırdılar ona, sonra onun qırağına çəkirdilər, yazırdılar. Ona deyirlər hüqqə. Biçiqi, ərrə, buçuq. Ha, bunu biz buçuq deyirik. Buçuq. Bu da buçuqi. O iç gəldi axırına. Buçuqi ver mənə. Buçuqiyi. Burada buşqi. Bizdə buşqu deyilir. Azərbaycanda ərriyə buşqu deyirdilər. Yadıma mənim gəlir. Hətta Təbrizdə də deyirdilər bir müddət, amma indi ərəd olubdu. Buşqi. Əlbəttə buşqu biraz da fərqli idi. Ərə deyildi. Əgər yadıma gəlsə, yox, elə buşqu idi. Buşqu idi. Böyük ərələr olurdu. Ağac kəsirdilər. İki nəfərə yapışırdılar. Hal sevum məf'ulun iləh. O məf'ulun behdi, yəni bu ki bir şey istiruq.
Buşqiyi ver mənə. Buşqi. Onu ver mənə. Buşqiyi ver mənə. O mücərrədi buşqi, bu da buşqiyi, yi. Əgər axirində y var, 2 də nə olur da? 2 də o məf'ulun beh o cür oldu. Dedi ki, indi üçüncüsü məf'ulun iləh. İndi onun üstündə bir iş əncam olur. Yəni bir iş oldu ki, ver mənə, amma bir iş də deyir ki, onun üstündə iş görək. Deyir ki, məf'ulun iləh həst ki, hər qah axir ismi mücərrəd mütəhərrik başad yə. Yə olsa axirində və əgər qeyri mütəhərrik başad hə, əlavə gəşdi bi husul miyabət. Mücərrəd məktəb. Hara gedirik? Məktəbə gedirik. Yəni onun üstündə bir iş görürük. Gedirik ora. Xanə. Xanəyə gedirik. Xanəyə gəl. Bizim xanəmizə. Xanəyə gəl. Quyu. Quyuya düşdü. Quyuya salla. Dolçanı quyuya salla. O olur, onun üstündə bir iş direkt görsənir. Yəni gəlirik, onun içinə giririk. Ona görə iləh dedi. Əhməd, burada indi təmrin veribdir. Deyir ki, Əhməd, kağaz, qoyun, ərsəlan. Ərslandır əslində, ərsəlan. Məhmud, qələm, kədi. Kədi, İngiliscədən alıb, gürbə. Şahin, Şahbaz zaman. Fatma, Fatimə, kitab, kədilər. Aha, cəm bağlayıbdır. Bunlara baxacaqdıq. Qoyun, kədi, kədilər, kitablər. Ərsəlan, Şahin, kirpilər. Kirpilər, xarpuşt, kirpilər, serçələr. Əlbəttə, burada olər yazıbdır, yəni cəm. Xanəha, çakət. Kitablar, serçələr. İndi bu evlər xanəha. Çakət ehtimalən paket olacaqdır. Ehtimalən, bilmirəm. Kitablar, serçələr. Gedək o birisi dərsə. Çarşı, çarşıya. Çarşı, bazar. Bizdə də elə deyirik ki, çarçı. Bizdə çarçı deyilir. Məsələn, gedirik bazara, deyir ki, hangi çarçıdadır? O deyir ki, filan çarçıya. O çarçıya gedirlər. Türkiyədə buna çarşı deyirlər. Görürsünüz ki, çar sözü burada işlənir. Çarçıvə. Burada da yenə işlənir. Bu cür göstərir ki, bu kəlmə türküdür əslində. Çardandır. Çar da çapmaqdandır. Yəni, gəlir yollar bir-birini kəsir, ona deyirlər çarçı. Məhkəmə, məhkəməyə. Məhkəməyə çağırdılar, məhkəməyə get. O, burada iləh olur. Məf'ulun fih. İndi bir de bu gedirdi içinə. Onun içinə gedirdi. Hər şeyin içinə. İndi onun içində olmağı deyir. Məf'ulun fih. Bir şeyin içində olmaq ki, bi axir ismi mücərrəd də əlavə gəşdi. Məf'ul fih bi husul miayət. Məsələn, nə mənə? Ev, evdə. Evdə otur. Onun içində, yəni evin içində yox. Məf'ulun fih, onun içində. O məf'ulun fihliğini oradan bilirik. Evin içində. Məktəb, məktəbdə. Məktəbin içində. Bağça, bağçada. Beşincisi nədir? Məf'ulun ən. Ondan alınmış bir şey olacaqdır. Bir axir ismi mücərrəd dən əlavə gəşdi. Bir husul miayət. Calibdir. Ev, evdən gəlirəm. Hardan gəlirsən? Evdən, çıxıb oradan. Bu məf'ulun ən. Oradan, o məf'uldan çıxıb gedir. Evdən, məsələn, boşqabı gətir, evdən. Qazanı gətir, evdən. Kitabı gətir, evdən. Hardan? Evdən. Məktəb, məktəbdən. Bağça, bağçadan. Dan, dən də demək olar. Bir də dən yazıb, amma biz dan deyirik Azərbaycanda xüsusən. Çarşı, çarşıdən. Altıncısı nədir? Məf'ulun məə. İndi onunla birləşmək. Ki, bi axir ismi mücərrəd ilə. İlə. Və ya lə. Bilə əlavə mişəvət. İlə və lə. Əlavə mişəvət. Onlar da mənə məf'ul. Yəni, ikisi birdən olur. Qələm, qələmlə
Qələm ilə, yəni qələmlə yazdım. Nə ilə yazıram? Qələmlə. Mənlə o birləşmişik. Qələmlə yazıram, qələm ilə yazıram. Məsələn, hər şeyi yoldaşımla, yoldaşım ilə, yəni gəlmək orada məsələn, yoldaşım ilə gəlirəm. Kitab, kitab ilə, kitabla, bizdə kitabla, kitablə yazılır, kitabla oxunur. Vapur, vapur cəmiyə deyir. Görək, burada docu yazıbdır. Vapur ilə ya vapurlə, bu vapur elə indi də Türkiyədə işlənir, deyirlər. Fikrim cəminin, kiçik cəmiyə deyirlər ki, bir sahildən bir sahilə, yaxın sahilə keçirdir. İndi bir dənə kəlmə yazıb ki, onu bilmirəm nədir. Şəməndüfər. Şəməndüfər ilə ya şəməndüfərlə. Baril. Baril olur, əgər səhv eləməsəm, nəyə deyirik? Təlis yükünə deyirik, amma təlis deyil, təlisdən yekədir. Bunun adı var idi. Türkçədə, Təbrizdə buna nə deyirdilər? Təlisdən yekə olurdu. Yadıma düşmür. Yadıma gəlir, biz barama alırdıq. Barama alanda onları baril ilə alırdıq. Hə, indi baril şeyə deyirlər, boşqa. Boşqa. Məsələn, bir baril nəft, indi. Bu şey, amma mən deyirəm ki, buna baril biz o təlisin, dedim, təlisdən böyük olurdu. Adı yadıma düşsə onu deyərəm. Bir 40 il bundan qabaq, 45 il bundan qabağın sözüdür. Amma zehnimə gəlmədi. Təlisdən olur, amma təlis bir ölçüsü var. Ondan yekə olana deyirlər, onu deyirlər. Yeddincisi məf'ulun ləh. Əski və axir ism mücərrəd üçün, üçün. Onun üçün, məf'ulun, biz bir işi onun üçün görürük. Əlavə keçdi bir husus üçün. Misal nə mənə mücərrəd pedər, pədər əlbəttə deyirlər, pedər demirlər. Pədər, pədəri üçün, dədəsi üçün. Çocuk, çocuğu üçün. Çocuk. Zəmir nədir? Zəmir kəlmə-idir ki, qaim məqam ism mi başad. İsmin yerinə oturur. Zəmir çənd qism است. Zəmir 5 qism است. Zəmir şəxsi, zəmir izafi, zəmir nisbi, zəmir fe'li, zəmir vəsfi. Zəmir şəxsiyyə چیزdir کدامند. Zəmir şəxsiyyəni deyirik. Məlum کننده زوات və zəvat yəni məsələn filan kəsin zatı, yəni o adam kişidir, arvaddır, böyükdür, kiçikdir, nə bilim onlardan. Zəvat ra zəmair şəxsiyyə minamend və qərar zil است. Nə mənə? Ben, mən, sən, o, biz, siz, onlar. Əlbəttə Türkçədə erkəklə dişini ya bəylə, əlbəttə dedi ki, bir dana Türkiyə ədəbiyyatçı danışır, dedi ki, yazıda yazıla bilər bay bayan, amma dildə bunu desən qabalıqdır. Xanım. İndi bilmirəm, bunlara gələk dostlar deyələr. Yox, bardaq deyildi, düz deyirsiniz, ona amma yaxın bir şeydir. Bardaq deyil, düz deyirsiniz amma. Ona yaxın bir şeydir. Bardaq suda olurdu. Su gətirərdik ondan, amma o da düz deyir. Ona yaxın bir səsi var. Bardaq deyil və onun o cür bir səsi var. Düz deyirsiniz. Çox yaxındır o səsə. Salamlar olsun Qəşqaylı dostlarımıza. Çox sağ olun, var olun. Bir ayrı Əfqanistanda 145 il bundan öncə Türk dilin haqqında bir kitab yazıblar. Onu istirik ki, ondan biraz türkü öyrənək görək ki, 145 il bundan qabaq türkünü necə öyrənmişlər. Mən bunu oxumamışam ona görə. İndi burada gəlir təmrin veribdir. Əsma-i zeyl az kudam əhval ism mi başad təfrik konid. Burada ismi veribdir. Kitab, qələm, hüqqə, qələmdan, kitabda, qələmdən, kitabdan, odun, evdən, qonşu üçün, ev üçün, əlmayi, alma, pustə ilə,
Bu pustə, badak nə mənədir bilmirəm. Əfqanistan ləhcəsidir. Pustə ilə. Ehtimalən post ilə, postə ilə, yəni postla. Vayürlə, vapurlə. Dərəyi, dərrədən. Xəstəxanə üçün. Qızqırdaş, qız qardaş. Hammamdan. Əmucə üçün. Daimdən, bazarı, divarı, yerdən, dəryadan, ərəbə ilə. Ərəbə. Elə indi də araba deyilir. Bizlərdə də işlənir araba. Biz məsələn daşqa da deyirik arabaya. Amma araba əl ilə də aparırıq. Məsələn bir şeyi, bir dörd təyərlidir. Onun içi də var, üstü də var. Onun dörd tərəfi var, altında 4 dənə də təyəri var. İçinə də vəsail qoyurlar, üstünə də düzürlər meyvədən filandan, daldan itəlirlər, bunu aparırlar. Ona ərəbə deyirik biz. Araba. Eyni halda at arabası da var bizdə. Biz maşına araba deməmişik. Biz mütəəssifانه gəlmişik. Əvvəldə Azərbaycanda maşına ayrı ad deyiblər. Sonra maşına çevrilibdir. Sonra adları gəlibdir. Bizdə maşın deyəndə, yəni maşın yerinə məsələn deyirik ki, qapdı qaçdı. Yəni otobuslara oturpost, qapdı qaçdı. Məsələn yadıma gəlir Təbrizdə 1350-də xətti vahid deyirlər indi otobus raniyə şəhri farsça. Onlara xətti vahid demirdilər. Onlara qapdı qaçdı deyirdilər. Bir şeylər var idi, otobuslar var idi. O kartonlarda sarı mədrəsə var ki, indi Kanadada da, Amerikada da həmandır, Avropada da elə həman rəhdədir. Saxlayıblar, dəyişdirməyiblər. Çox az görsənir bəzi yerdə, ağ rəngi də olur, çox az. O da ayrı amacdan ötürür, amma bəzi mədrəsələri onu da işlədirlər servis olaraq. Məsələn, onlara da qapdı qaçdı deyirdilər. Sonralar dəyişildi. Çox şeylər, məsələn, başmaq, ayaqqabı, qondara, dihdaban, adları var idi. Parçaların da adları var idi. Türkçə idi. Hamısı bunları getirdik, yerinə bir fars kəlmə qoyduq, bilmədik ki, nədir. Təyyarədən qurşun ilə, qurşun güllə, bıçağı ilə, bıçaq, ya buşki, biz burada buçki yazıbdır, biz buşki deyirdik Azərbaycanda. Bağvan, bizdə bu avadanlıq, eyni buna tay, bağvan, yəni o adam üçün avadanlıq, görürsünüz, bir van gəlməklə avadanlıq, bağvan. Burada görürsünüz, bu kəlmə onu sahiblandırır. Avad etmək. Tozla da şey, tuz, əlbəttə burada tuzla yazıbdır, ona deyək. Tamam, bunlarda keçək, görək ki, nə olur? Gedək, o birisi səhifəni açaq. Zəmair izafiyyə çist? İndi gəldi. Bəyan konəndə nisbət ra zəmair izafiyyə minamən. Biqərar zeyl. Bəray müfrəd, mənim. Bəray cəm, miz. Mənim, bizim, məsələn, mənim olmur. Məsələn, buna gərək feilə izafə eləyək bunu, ya ismə izafə eləyək. Oğlum, oğlumuz. Qızım, qızımız. Ki, məsələn, nə mən olur? İndi bunu mən misalların, kitabın, bu ki deyil, ona görə qaldım biraz ki, bu niyə kidir? Bu n olur. Ki, t gəlir yerinə deyir, farscada t vardı ehtimalən, ya ərəbcədə t vardı. Cəmi də olur nız. Sən, n, o s ki orada vardı, sən, buradakı n, sən, siz, sizin, zın, nız, gəliniz. Bəray müfrəd qayib, ləri.
İndi baxışırıq burada məsələn bərayə müfrəd mütəkəllim kitabım, kitabınız ya kitabımız cəmi də beləsi olur. Müfrəd qayib kitabın, onun kitabı, kitabın əlbəttə burada üzbəüz olur. Müfrəd qayib olmur. Cəmi də olur kitabınız. Müxatəbdirlər. Müxatəb yazıbdır. Mən iştibah oxumuşam. Qayib oxudum, müxatəbdir. Bərayə müfrəd qayib, indi kitabı onun kitabı. O adam ki burada deyil. Bu da kitabları. Kitablarınız da yenə əlbəttə bu müxatəbdir, düzdür. Təmrin. Beaxər əsma-i zil ədəvat-ı zəmir izafi əlavə کرده او را به فارسی ترجمه کن. Farsisini ötürək. Bağ, bağımız, bağım, bağımız, bağız, bağları, bağınız. Beləsi eləyək. Bağım, bağımız, cəm bağlayanda özümüzü. Bağın, bağları ya bağları, bağı, bağları. Bağınızdır o ikincisi. Dükan, dükanım, dükanımız, dükanın, dükanınız, cəm bağlayanda, dükanı, dükanları. Bu çatə nə mənədir bilmirəm. Çaytə. Box ya box bilmirəm bu nədir. Çaytə. Masa, masa, masamız, masa. Masa, masam, masamız. Masan, masanınız. Masası, masası, masaları. Çünki bu mən Əfqanistan farsçasını üçün bilmədiyim şey, onları da bilmirəm. İskəmlə nə mənədir bilmirəm. Ərəbə, ərəbəm, ərəbəmiz. Ərəbən, ərəbəniz. Ərəbi, ərəbəsi, orada sı gəlir, onu yazmayıb. Ərəbəsi, ərəbələri. Qalpaq, qalpaq, papaq biz deyirik Azərbaycanda. Qalpaq, qalpağım, qalpağımız, qalpağın, qalpaqları, qalpağı, qalpağımız, qalpaqları. Tamam, burada gedək, görək ki, daha nə görürük bu kitabdan. Zəmair nisbiyyə چیست و کدامند؟ زمایر nisbiyyə تنها نسبت را بیان کرده به اسمها و فعلها لاحق میشوند و به قرار ذیلند. برای مفرد متکلم م، برای جمع متکلم ز. Bu برای مفردی dedi ki bu nə mənədir? Nisbətdir. برای مفرد مخاطب sen, siz ya sins, sizin. برای مفرد غایب dür, derler, derler. برای مفرد متکلم عاقلم، عاقلم، عاقلیz، aqildir, aqilsiniz, aqilsen, aqilsiniz, aqildi, aqildiler. Beləsi, bunu imperativ deyəcəkdir. Tamam, bu da zəngin, zənginim, nisbət verirəm özümə ya birinə, zənginliği. Zənginim, zənginiz, biz hamımız, zənginsin, zənginsin, zənginsiniz, zəngindi, zəngindilər. Uzun, uzunum, uzun deyiləm əslində. Uzunum, uzunuz, uzun sen, uzunsınız, uzundu ya uzundi, uzundiler. Qıssa, qıssayım, kiçik, boyu qıssa. Əlbəttə burada qıssanı satla yazıb, mən məmulən dəndəli sığla yazıram, amma burada satla yazıb. Məşuqə, məşuqəm, məşuqəmiz, calibdir, sən məşuqə olmaz ki. Amma deyibdir da, özdə məşuqəni Dilruba yazıbdır, şeydə yoxdur, İranda işlənən farsıda
dilruba deyə məşuqə mənası yoxdur. Gedək o birisi səhifədə görək ki, zəmair fiiliyyə çist? Fiilə yapışan زمایری که در آخر فعلها واقع شده قائم مقام فاعل می باشند که آنها را ضمایر فعلیه می نامند. متکلم میمده، کافده، جمع متکلمین مع الغیر، مفرد مخاطب نون غنده، جمع مخاطب نزده، برای فرد غایب یه، برای یلر. مثال gedem, geldim, geldim, geldik, geldiler, geldim, geldiz, biz geldik, ya geldik, geldik biz indi Azərbaycanda xüsusən bunu mən gəldüzdə görmüşəm, bunu yazmasın, yəni biz gəldik, adam özü şəxsi, özü cəm bağlayanda gəldüz görür, bu kitabları ki oxumuşuq, bunlarda bunu görmüşük. Geldiz, geldim, geldim, geldini, geldik, geldik. Burada iyi koymuşdu ama geldik yani. Biz hamılığımızda geldik. Geldin, geldiniz. Orada niz yazılır elbette. Nız demilir. Nızı değil. Nız. Geldiniz. Geldi, geldiler. Bu işladırıq, bu bizim dilimizdə olduğu üçün bizə təbiidir. Amma bunları indi şeylə deyəndə, ad qoyanda biraz çırıxmalı ola bilər. Zəmair vəsfiyyə nədir? Ki. Kəlmə-i ki, əlbəttə kəlmə də hərfidir. Ki az ki, در معنای صفت می آید. Məsələn, evdəki, otaqdakı, arabadakı, cibimdəki, o ki deyir, bu vəsfiyyədir. Dükan, dükandakı, göy, göydəki, hamam, hamamdakı. Tamam, gedək indi. İsmi işarət nədir? برای اشاره چند کلمه هست که آنها را اسم اشارت میگویند. چیزی که اشارت شده gibi را نیز مشاره الیه مینامند. Ona da işare olana işaret şudegi را نیز مشاره الیه مینامند. در لسان عثمانی اسماء اشارت چند و برای چه استعمال می شود؟ سه می باشد. Osmanlı Türkçesinde 3 cürə işarə vardır. Bu, şu, u. O. Bu, şu, o. Bu, yəni in برای نزدیک. Yaxına, bu. Bunu parmağımla. Şu, yəni o. Biraz برای acza uzaqdır. Acza, şu. Biraz, məsələn, bu deyəndə parmağımızı qoyuruq üstünə, şu deyəndə əlimizi işarə edirik, yaxındadır. Şu, o da deyəndə biraz daha uzaqdadır. Bu kitab, parmağımızı qoyuruq, şu ev. Buradan görsədik, şu ev. Filankəsinin evi haradır? Şu evdir. Bunu deyir. O ev haradır? O başdakı, indi dağın başında bir evdir. Ona deyirik ki, o ev. Əsma işarə bəray məhəll müstəmələnd kudamənd. Məhəllə gələ. Həminən. Dəmənə, bura yerə deyə. Onlar adam idi ya bir şeydir. Deyir ki, yerə işarə eləsə, məhəll istemal ola. Elə bura, şura, ora. Yəni, bura, yəni, bura, elə burada həminca. Şura, yəni həmanca. Orada, yəni biraz uzaqdır. Tənbih. Yəni, həman bu, şu, o, bunu yerə də işlədəndə bir bura, şura, ora deyirik, gedir. Tənbih. Böyle, yəni həmin tor. Şöylə, yəni həman tor. Öyle, yəni həman tor əz cümlə əsma işarə است. Bunlar da deyir ki, böyle, şöylə, öyle. Bunlar da işlənir, işarədir. Yenə bunlar da eyni elə bu, o, bunun yerinə işlənir. Hər ikisi işlənir. Bunlar da işlənir. Ədəvat istifham. İndi sual soruşanda hangi hərfindən soruşuruq? Farsıda vardı, məsələn, adına deyirlər ki, 5 dənə C. C, çərə, çetor, ondan sonra hemen K, koca, çegune, bunlar. Görək ki, Farsı, Türkçədə nələr var? Deyir ki,
به الفاظ کیم و نه ادوات استفهام میگویند. کیم برای زیروح، نه برای غیر زیروح. اگر ruhlu olsa, canı olan bir insan desaq, heyvan olsun, adam olsun, ona deyirik nə mənə? Kim? Amma canı olmasa deyirik nə mənə? Ev, daş, maşın, bunlar ki cansızdılar. Cəlibdir, mən bunların bir çoxunu bilmirdim bu şəkildə. Kim gəldi? Kim getdi? Nə atıldı? İstifamiyə daha da var. Ve kələmat-ı hangi qaç kələmat-ı istifamiyə qofləmi şəvət. Bunları niyə onunla ayırdı? Onu indi billah görək ki, onlar ləfz idi. Deyir ki, azdılar. Kim, nə? Bunlar kiçik olduqları üçün bunlara deyir, bunlar ləfz idi. Bir səsdə çıxır. Amma bunlar kəlmədirlər. Kim, öz istəm. Hangi qaç, bunlar da yenə sualda işlənir. Hangi adam? Hangi ev? Qaç rupiyə. Niyə rupiyə deyibdi? Çünki Afganistan Hindistanın bir parçası olduğundan rupiyə işlənir burada. Təmrinləri getək, bunları getək kitabın özünə. Məsdər nədir? Əz-zat və əz-əzminə ari budur. Zatdan, yəni adamı görsəsin ondan və zamandan ari budur. Be یک kar və ya be یک halət dəlalət. Bir işə ya bir hala, bir duruma dəvət elər. Yazmaq zamanı da yoxdur, bunun yazmaq şey də yoxdur. Kim yazdı? O yazanı da görsətmir. Bir nəfərdir, 3 nəfərdir, 5 nəfərdir, onu da görsətmir. Oxumaq, əlbəttə məsdər əlamətlərin deyə ehtimalən oturmaq. Məsdər az çənd çiz mürəkkəb است. Görək ki, məsdəri mürəkkəb eləyir ya yox. Deyir, məsdər az دو چیز مرکب می باشه که یکی از آن ماده اصلیه از آن و دیگری آن نیز ادات مصدر نامیده می شود. آن içmek yani nuşiden az iç ve mek. Bu iki bölümdür. Mek, içmek. Mürekkep mi başı bir kelime iç, madde asli ve kelime-i mek, ədat izah. Her şey Türkçədə yapışır da, onu istir deyək ki, yapışıbdır buna. Əvvəlinə gəlmir, sonuna gəlir. Məsdər çənd qisməs, məsdər do qisməs. Məsdər nəqil və məsdər xəfif. Səqil və nəqil. Xəfif. Məsdər səqil ədat məsdər an məq mi başad. Üstə məki dedi, indi məqi deyir. Bu səqildir, deyir, ağırdır. Getmək, gəlmək. Məsələn, bizdə oxumaq Azərbaycanca deyəndə bu cürsü. Məsdər xəfif, misli mək. İndi bunlara görək nə deyir? Gəlmək, getmək, yazmaq, oxumaq. Əlbəttə burada dedik, bizdə Azərbaycan maq deyilir. Türkiyədə məq, yazmaq, oxumaq, oxumaq. Bunu da oxumaq demir, oxumaq deyir ki, biz bunu Osmanca'da oxuyuq. Tayanmaq, dayanmaq hemen. Tayanmaq, susamaq, susamaq, əlbəttə burada susmaq. Susmaq, mən susamaq dedim. Susmaq, yəni dinmirsən. Susamaq, acıqmaq. Acıqmaq, elə bizdə də acıqmaq vardı, acıqmaq. Əlbəttə acıq gələndə bizdə acıqmaq da var, o da yəni əsəbani olmaq, narahat olmaq. Atmaq, qaldırmaq, götürməyə qaldırmaq deyirlər. Bırakmaq, dikmək. Mən indi görürüm bəzi qızlar, bəzi oğlanlar gəlirlər məsələn, türk dili acibdir, qəribdir. İstilər bir şey deyərlər, sağ olsunlar, çalışırlar özlərində bildikləri qədər, amma nə yaxşı olar ki, bizlər ki, bunu oxuyaq, ondan sonra kəlməni odur ki, Təbrizdə ya kətdə deyirik, o doğrusu deyil. Biz bəzən danışıqda, işlədəndə kəlməni qıssaldırıq. Məsələn, götürməyə deyirik, götür.
Götü. Bu götü değil ki. Bu onu mesela deyəndə o məsxərə, götü dedi. Yox, onun adı götür. Onu gəlib düz deyəsiniz. Biz onu düz deməyəndə qələt çıxır. Üzüm. Üzümə oturur mesela. Bunu gərək bilə ki, Türkçədə səs var. Səslər bunları ayırır. Özüm, üzüm. Fərqlidir özümlə üzüm. Üzüm. O üzümlə bu üzümün fərqi var. Məsələn, siz deyirsiniz üzüm alım, bir də deyirsiniz onu üzüm. İkinci u uzaldırsınız. Yəni, burada səs fərqi var. İnsan bu səsi fərqini bilmir. Bilmədiyi üçün deyir ki, bunlar birdirlər. Türkü çox rahatdır. Niyə? Bir dənə kəlməni, yox beləsi deyil. Türkünün bir qanun qaydası var. Dilində də bunu işlətməlidir, yazısında da işlətməlidir. Mütəəssifanə biz bunlara diqqət eləmirik. Xüsusən cavan nəsillər mənə tay savadsızdılar. Mən də onlara tay. Mütəəssifanə diqqət eləmirik. Məstər çənd növü başıdır. Məstər 5 növü başıdır. Məstər əsli, məstər təkidi, məstər təxfifi ya təhqiqi, məstər hasili məstər, ismi məstər. 5 dənə bizim məstərimiz oldu. Mən bunları heç bilmirdim. İndi görək ki, nə deyir? Məstər əsli nədir? Xod məstər را گفته می شود. Məstərin özü nədir? Yanmaq, yanmaq. Hətta yatmaq burada yazıb. Çünki farsısını görürəm ona görə. Xoftan. Uzanmaq, dراز کشیدن. Oyanmaq, ayınmaq. Bu məstərin deyil özüdür. Elə yanmaq. İndi görək məstəri təkidi nədir? Bu nədir? Məstəri təkidi چطور می باشد. Nədir? به آخر مصادر خفیفه لک و به آخر مصادر ثقیله لق اضافه می شود. پس مصدر orada دیدید. مصدر özü odur. Yanmaq, yatmaq, durmaq, getmək, gəlmək. Deyir bu məmuli məstərdir. Məstər. Məstər ki təkid olar, onun axırına deyir lək ya laq gələr. Məsələn, nə mənə? Getmək, gəlmək, söyləmək, oxumaq. İndi burada nə oldu? Oxumaq gəldi. Nə fərqi vardı? Məsələn, bundan o yatmağın nə fərqi var? Yatmaq, oxumaq, yazmaq. Məstər təhqiqi ya görək ki, bu nə mənədir? Bəli, təxfifidir. Bu təhqiq deyil. Təxfifi yəni از مصادر خفیفه ک و از مصادر ثقیله ق را حذف کرده عوض آنها یک ه علاوه gətirir onun üstünə. Deyir ki, görək nə mənə? Məsadir xəfifə misli məstəri təxfifi. Söyləmək, söyləməyi elədi söyləmək. Söyləmək, söyləmək. Bizdə də bu var. Elə hər ikisini işlədik. Söyləmək, söyləmək. Qalıbdır o hankisi ola. Getmək, getmək. Onu deyir ki, bu xəfif olur. O q biraz deyir, demağı ağırdır. Ona görə onu götürürlər yerinə, bunu qoyurlar. Əlbəttə burada yazılır söyləmə. Söyləmədən deyir düzəlibdir. Söyləmə məstər deyil. Biz bunu yazmaq, almaq. Bu da yazma, alma. Mənfi olur. Yazma deyəndə olur mənfi. Yazı. Bəlkə desə yazı, olar yazı. Yəni məstər ola bilər. Təmrin. Bunlardan da geçək daha نه. حاصل مصدر چطور به حصول می آید؟ از مصادر اصلیه علامت مصدر دور گشته عوض آن ش می آید و اگر آخر ماده اصلی متحرک باشد پیش از ش ی علاوه کرده می شود. مثال مصدر اصلی مصدر حاصل مصدر یا مصدر حاصلی. Oxumaq, oxuyuş. Cəlibdir, bunu bilmirdim. O cəlibdir, oxuyuş. Yazmaq, yazış, yazışmaq. Əlbəttə burada görürsünüz ki, bu ayrı mənaya keçir. Oxuyuş, yazış, bunlar ayrı mənaya keçir. Mənası o şeydən çıxır. İki tərəfli olur. Yazışmaq, yazış. İsmi məstər çetor hasil mi şəvəd? Tamam, mən fikir edirəm ki, buracan
bir saat oldu bu kitabdan oxuduq. Yetərlidir. İkinci kitabı açaq görək ki, bu ikinci kitabda nə vardı? Cəlib idi. Mən bunu sevdim. Əslində düzünü axtarsaz, bu birinci kitabı sevdim və çox şey də öyrəndim. Bunu oxumaq gərəkir. Mən bunun 55 səhifəlik bir kitabdır. Rəhmətli Nəzif yazıbdır. Bu kitabın yazanı oldu Nəzif, əgər iştibah eləməsəm ki, müqəddəməsində dedik bunun adını. Məhəmməd Nəzif, bəli. Bunu yazıbdır. 145 il bundan öncə bu kitabı yazıbdır. Əfqanistanda türklərə. Bu bəlli olur ki, o zaman şeymiş. Amma bu kitabın özü 55 səhifədir. Elə PDF-də 55-dir, özü də 55-dir. Kitab da çox işlənib, mədrəsələr üçün yazılıb. Bu kitab görürük, bu özü cırılıb, dağılıb. Mədrəsələr üçün olduğu üçün mədrəsə kitabı da hər halda dağılıb gedibdir. Biz bunu yetişmişdik, bilmirəm hansısına. Məstərlərdəydik ki, bunları gəldik. Yəni 20, istəyirəm görürüm ki, hansı səhvədən qaldım, bəlkə oradan oxuyarım. Buradan bu üzəni oxuyarıq. Müsbət mənfiyə keçir. Bunlar da ismi məstərə bir dənə üstdən. Hə, buradan qaldıq. Məstər. Yəni 21-ci səhifə PDF, 16-cı səhifə kitabdan qaldıq. Kitabın sayı səhifəsi biraz da azdır, çünki cildlərində əksini salıbdır. Hər halda buradan geçək, bunun əlbəttə getdikcə də yazıları çoxalır. Bəlkə cəlib bir şeylər bunların içində hətmən olacaq türk dili haqqında və mən də bunları bilmədiyim üçün bunları oxumaq gərəkir ki, bunlardan bir şeylər öyrənək. Amma gedək görək ki, ikinci kitabı açmışıq, oradan nələr var? Fikirəm bu kitabı biz öncələr oxumuşuq. Burada Bəharistan kitabını gördüm burada ona görə. Bəharistan kitabını ki, cami həzrətlərinə farsıca yazıbdır, onu türkçəyə çeviribdir. Bunu öncədən oxumuşuq, belə yadıma gəlir. Elə bu vəziyyətdə idi. Kitabın da rəngindən, zadından tanıdım. Ona görə bu kitabı buradan dilit eləyək, keçsin, qalmasın burada. Camini buradan silaq. Çünki öncədən bunu oxumuşuq, var idi. İndi Mizanül Həqqə baxaq görək ki, bu Mizanül Haqq nə cür bir kitabdır? Bunun yazıbdır ki, 39 səhifədir, yəni əslində bir 70 səhifəlik, 80 səhifəlik bir şey olmalıdır. Bunu biraz yekəldək, səhifəsi gəlsin bura, görək ki, Mizanül Haqq. Kitabın adı Fehristi Mizanül Haqq. Kitabın adı burada yazıbdır. Əl yazmadır. O birisi gördük ki, çap idi. Onu niyə oxudum? Bir saatda vaxt qoydum, çünki türk dili haqqında mən bir şeylər bilmirəm. Hərdən biraz oxuram ki, yazmaq, doğru yazmaq yox. Hə, o Azərbaycan və Türkiyənin fərqini yazıbdır. Mən o kitabı yazdığını oxuram. Biraz o fərqlidir. Amma görək ki, bu kitab ki, indi sırıq açaq əl yazmadır və mən istəyirəm ki, əl yazmada biraz kitabları oxuyaq. Çünki bu əl yazma kitablar, düşmənlər bunları hələ çoxuna əl apara bilməyiblər, için dəyişdirə bilməyiblər. Onun üçün biz eləyə bilirik buradan türklərin yaratdığı təməddün, mədəniyyət ya uyğarlığı ilə tanış olaq. Əvvəl yazı uyğarlığı, düşüncə uyğarlığı, anlayış uyğarlığı, duyğu uyğarlığı, yaradıcılıq uyğarlığı ilə tanış oluruq. Onun üçün gedək görək burada nə yazıbdır? Birinci, əvvəl kitabın zahirinə baxırıq, görürük ki, burada kitabın ortasında var, bu tərəfində var. Bu görsənir ki, bu kitab çox eybi tapıbdır, çox xarab olubdur. Burada da görürük, açandan sonra 2 səhifəni ki açıbdır. Görürük, kitabın ortası cırılıbdır, səhifələr açılıblar və ortada o cildin dalısı, yəni Şirazənin dalısı görsənir. Kitabın yazısını görürük ki, kitabın adın bunu bir ayrı bir rəng ilə ki, qırmızıymış ehtimalən gedib azalıbdır. Kitab-ı Mizanül Haqq deyə yazılıbdır burada.
bu kitab, ondan sonra Bismillahirrahmanirrahim, kitabın üç tərəfin boş qoyubdur. Yəni o yazdığı ortada, o yazını ortada yazıbdır. Üstün kitabın eşik tərəfin və altın boş qoyubdur ki, bunu oxuyanın əgər düşüncəsi olsa, nəqd eləsə, orada yazsın. Görürük ki, kəlmələri bir-birinə çox yaxın yazıblar, cümlələr, sətirlər bir-birinə yaxındır. Amma xəttini oxuya bilərəm. Mən ki, türk dilində savadsızam, oxuya bilərəm. Geçsək, o birisi səhifələrinə də bir nəzər salsaq, görürük ki, bəzi yerdə rəhd dağılıbdır, haşiyə də görürük, yazıblar. Kitabın dövrəsinə çərçivə çəkməyiblər, qaba salmayıblar. Kitabı, yazılar azaddılar. Bəzi yerdə görürük ki, yenə dedim, o rəng ki, qırmızı rəng deyil. Əlbəttə, mən bilmirəm, indi bu rəngin adı yadımda deyil ki, ilməhsalanlar bunu yaxşı bilərlər. Mən də ilməhsalana idim, amma təəssüf olsun ki, yadımdan çıxıbdır. Heç də utanması yoxdur ilməhsalmaqlığın, çünki o bir həlal çörək qazanmaq yoludur və çox da yaxşıdır. Burada da ehtimali 3, ehtimali 4 bunlar bir cür bir şeylər yazıblar qırmızı rənglə. Qırmızı rənglər əslində iki mətləbin bir-birindən ayırmaq üçündür. Ona görə istifadə ediblər. Burada görürük ki, bəzi xəttlərin üstünə qırmızı yazmayıblar, elə qərə yazılır, amma cümlənin ya o kəlmənin üstünə, biraz yuxarılıq, başının üstündən xətt çəkiblər ki, bilsinlər, bura önəmlidir. Sual-cavaba yetişirik, burada da sual-cavabları görürük. Kitab məncə çox gözəl xətt ilə yazıbdır. Gözəl, necə deyirik gözəl? Çünki bu xətti mən ki, türk dilində mədrəsəyə getməmişəm, danışqahda oxumamışam, heç bir kitab oxumamışam. 212-ci cəlsədə bu kitabı deyirəm və oxuya bilərəm. İndi oxuyanda, başlayanda ki, oxuyaq, görəcəyik ki, oxuya bilirik ya yox. Burada bir böyük haşiyə yazıblar, ona da bir baxarıq, görürük ki, ərəbcədir, türkcədir. Bunun da özünə mən fəqət göz dolandırıram bu sürətinə. Nəzərimə gəlir ki, kamilən türkcə yazılıbdır. Mətləbi məntiqilər mətləbidir. Mətləbi ifratilə məşhur və məzmum. Məşhur və məzmum. O da, bunlar şeydirlər. O mətləbə görə bir kitabın içinə görə bir haşiyə yazıb ki, bu nə deməkdir? Qıraq. Haşiyə də qıraq yazı. Burada kitab qutardı. Kitabın bir tarixini görək, burada sonunda bir tarix yazmış olsa çox iyi. Təmmət. Kitab qutardı. Ən son səfədə elə bununla başlayır. Təmmət hazihir risalətu əl-mərğubəti ələ yədil əbd. Kim yazıbdır? Kitabın əvvəl, çünki bunu yazacağıq, o birisi çapı olduğu üçün ona da bir şey yazarıq, amma o ikincisi, o neydi adı? Sərfi Türki. Sərfi Türki idi, onun adı o qalsın. Bu kitab Təmmət hazihir risalətül mərğubətu ələ yədil əbd. Adı nə idi? Mizanul Haqq. Kitabın adı Mizanul Haqq. Yazan kimdir? Biyədi əl-əbdül əl-əns əl-mevlahul illa. Əl-üns mevlahul illa. Bəs Ömərdir, nədir? Səvahu. Mürtəza əl-Mültəlicizadə. Mürtəza Mürtəlicizadə ya ehtimalən mürtəlici olur. Mürtəlicizadə. Əl-müəllim bi ibtidaiyyə. Bu da müəllim ibtidaiymiş. Əl-gərcu müvəqqət fil yevmi sadisi min şəhri Mühərrəmil Həram. Bu Mühərrəmil Həram ayında fi yevmil sadis, Məhərrəmin 6-cı günündə. Altı Məhərrəm səniyi səbə və sələsə miətə və əlif. 1307-də. 1307. Bir də oxuyaq. Səniyi səbə 7 sələsə miə 300 əlif də 1000. 1307-də. Burada bir Fəbriyyət-i Nəbəviyyə. Burada bir şey görürəm, oxuya bilmirəm.
عليه الأفضل التسليم والتهية اللهم أختم عواقبنا بالخير بالخير بحرمة من أنشق القمر بإشارته وأن دفع ظلمة الظلم بنور شریعته آمین یا رب العالمین. اول adın dedi Mürteza el-Müzteleci ya Mürteleci Zade. İptidai müellimidir. Müellimi ibtidaiyedir. El-Gerecu. İhtimalen Gereculu bir yerdir. Gerecu. Bir yerdir. Müvəqqət özü də. Fil yevmi sadis. Bu da ki Məhərrəm ayının 6-sında 1307'də. Yəni onlar 140 il öncə bu kitab yazılıbdır. İndi gedək əl yazmadır bu, onu görsəniz, əl yazması görsəniz, gedək kitabın bir əvvəl görək ki, nə? Mizan. Əvvəldə görürük ki, səhifələrdə hangi səhifədə nə haqqında yazıbdır? Fehrist yazıb da. Fehrist deyib, əvvəl bəhs həyati Həzrəti Əleyhisselam. Ehtimalə Həzrət Məhəmməd haqqında bu kitabı yazıbdır. Bəhs-i sani təğyidə, dövran, belə bir şey yazıbdır. Səhifə, oraq 6. 6 vərəqdə, o 4 vərəqdə, bu 6 vərəqdə beləsi. Bunları geçək, görək kitabın özün başlayaq. Mizanül Haqq kitabın adını yazıbdır. Bismillahirrahmanirrahim. Görək ki, əcəba bunu oxuya bilərik. Biraz kitab köhnəlibdir, düzün axtarsaz. Bundan da izafi yekəlmir ki, bunu yekəldə oxuyaq. Kitab biraz işlənibdir, rəngi qaçıbdır, amma oxumalıdır. Elhamdülillahillezî cealel aqlə hüccətən fi xalqih. Aqli hüccət qərar verdi. Düşüncəyə bax. Aql hüccətdir. Ondan sonra hissat hüccət deyil. Aqlidən sonra heç hissat hüccət deyil. Bunu deyir. Hədis hüccət deyil. Ola bilər yalan olsun. Quranda təqribən hamı bu qərara gəlibdir. Təqribən hamı deyirəm ki, Quranda təhrifat var. Əl aparılıbdır. Buna görə onun da üstündə şək qoymaq, əlamət qoymaq olar. Ki, əcəba bu ayə Allah tərəfindən nazil olubdur, yoxsa o zaman ki, bu Quranı yığırmışlar, toplurmuşlar Həzrəti Ömər zamanında, onda məsələn seçiblər. Deyiblər bu, məsələn, bəzi ayələri atıblar eşiyə, deyiblər ki, bunu məsələn çox adam eşitməyibdir. Bəzi ayələri qoyublar oraya, deyiblər ki, məsələn, bu çox adam eşidibdir. Və gediblər soruşublar, Cəlib deyibdir, Ayətullah vardı, Farsda ərəbi danışır, Əraqdadır, indi sakin olub Əraqda, qabaqcan da elə bir ki, İranda olurdu, İranın ərəbi şəbəkələrinin birində bərnamə icrildi, adı yadıma gəlmir. O deyir ki, ağa, bu Quran ki biz oxuruq, bu Quran Həzrəti Peyğəmbərin xanımlarının birinin dilindən və o da bir ayrı adamın dilindən nəql edib. Yəni, müstəqim olaraq deyir ki, Həzrət Məhəmmədin dilindən Quran adına çıxan kitab yoxdur bizim əlimizdə. Beləsi deyir o Ayətullah. Onun üçün biz deyə bilirik ki, yəni, əgər Həzrət Məhəmməd özü öz vaxtında kitabı yazdırmayıb dediklərin ki, axı Həzrət Məhəmmədin iki cürə sözü vardı da, bunu deyək burada. Bir, Həzrət Məhəmmədin özü deyib ki, mənim düşüncəm budur. O Quran deyil, vəhiy deyil, onun qəbul elədik, eləmədik, heç müşkülü yoxdur. Amma bir də var ki, Həzrət Məhəmməd deyib ki, bunu Allah tərəfindən gəldi, vəhyidir. O vəhiy dediğin ayırdığı, onlar Allahın tərəfindən gəldiği fərz edirik. Onu qəbul edirik. Amma hədislər, indi dedik, onları da əgər Həzrət Məhəmməd vəhiyləri yazmayıbsa, sonralar yazılıb, bəzisi seçilib, bəzisi seçilməyibdir, onda da biz mütəvəccüh oluruq ki, Quranda azdan, çoxdan əl aparılmış görünür. Hər halda, buna görə deyir ki, əql hüccətdir. Əgər Quranda bir şey olar ki, əql ilə cür gəlməyə, onu qoyacaq qırağa. Beləsi deyək. Çünki Quranda bir çox şeylər var ki, biz qoymuşuq kənara. İstər istəməz, indiyəcən qoymuşuq kənara.
Zaman keçdikcə. Çünki Quran özü bizi Quranın özünün içində ayələrin təkamül tarixi bizə deyir ki, zaman və məkan və şərait ayəni dəyişdirir. Ayə mütləq deyil. Biri namazdır bunların içində. Namaz, şərait, zaman və məkanda namaz dəyişilir. Musafirətə getsən namaz olur, qıssalır. Savaşa getsən namaz qıssalır. Soyuq oldu, su olmadı, namazın müqəddəmələri, o şey ki ona vuzu deyirik, o yox olur, torpağa əl vurursan. Yəni bu onların şərait, zaman, məkan və şərait dəyişəndə məsələn, əvvəldə deyirlər İslamda 57 rükət, 56 rükət namaz var imiş. Sonra olub 18. Yəni bu qədər fərqli bir vəziyyətlə. Məsələn, məşruba baxırıq. Quranda hətta bir dənə usul yazıblar da, onun əsasında deyiblər ki, nasix, mənsux var. Yəni bir dənə ayə əvvəldə gəlibdir, sonra bir ayə gəlib Allah tərəfindən, o qabaqçı ayə mənsux olubdur. O ayə silinibdir hökmü. Ayə Quranda qalır, amma ikinci ayə gələndə o ayə silinibdir. Buna deyirlər nasix, bu ikinci dəfə ki gəldi, o qabaqdakını silir, mənsux edir, qoyur qırağa, həsf edir əslində onu. Amma Quranda qalır. Bu niyə Quranda qalıbdır? Bu bunu göstərir ki, Quranda şərait, Quran istəyir bizə desin ki, ey insan, şərait, zaman və məkan dinin içindəki sabitlikləri belə dəyişdirə bilirsə, ağıl bunu deyibdir da ki, ağa, indi bunu sən dəyişdir, indi bunun yeri deyil. İndi davada sən deyə bilməsən, oturursan 8 rükət, 16 rükət oxuyasan, gecədə libası başdan ayağa soyunasan, silahı qoyasan yerə, oturursan namaz qılasan, düşmən gələ səni öldürə. Onun üçün o şəraitdə sən bu cür namaz qılacaqsan. Qonaq gedirsən musafirətə, yolda gələrlər sənin vər vəsaili apararlar, onun üçün namazı qıssa qıl. Davaya hazır ol, fulana. Bu, onun üçün onlar da əql üzü iləndir əslində. Yəni Quran əslində bizə ispat edir ki, əql önəmlidir. Əqlidə şəraiti, zamani, məkani bu üç dənəyə baxar. Əql bunlar bu üç dənədə deyir ki, indi mənim millətimin xeyri nədir? Bu vəziyyətdə mənim durumum nədir? Neynəməliyəm? Əql deyir ki, tamam bu işi ələn gör. Sən məsələn buzu yarıb ondan dəstəmaz alma. Mərizlərsən. Ya məsələn deyir, mərizsən, namaz qılma. Allah rəhmət eləsin, mənim dedəm mərizləmişdi. Amma namazından əl çəkmirdi. Utana mənə dedi, belədir oğlum. Dedim ki, biraz azdan çoxdan məni qəbul edirdi. Dedim ki, sənə namaz düşməz axı, sənin vəziyyətinə görə rahatlaşdı kişi ondan sonra. Çünki bir şəraitdə namaz sakit olur insanlar. O, hardan bunu bilirik? Bunu əql üzü ilə bilirik. Elhamdülillahiləzi cəaləl əqlə hüccətən fi xəlqih və əyyədə şərə, indi əqlə deyir, köməklik verdi şəri. Bihi fīmā yufərriqu beynəl batili vəl haqqih vəssalatu vəssalamu alə Muhammedil məh'us bin nəqli el-mu'cizil fazili vəl-əqlil kamili və alə alihi və sahabihi əcməin. Ma darəl məbahisi fi məhafilil əfazili və bəd. İndi burada gəldi və məbəd. Əmma əfriştilan bürü miyanə ərbab danişdə. Burada bir şey yazıb da onu oxuya bilmədim. Ona görə biraz geçdim. Onun üçün bu nə mənə ola bilər? Afərinişdən bərü. Mən buna afəriniş oxuyuram. Afərinişdən bərü miyanə ərbab danişdə əql ilə nəql toəman və məf'ul və məqul و mənqul burada fərisi ya bürhan idi ki
Burhan idi ki, indi əql ilə nəql. Əql nədir? Dedik ki, o şəraiti, zamanı, məkanı təşxis verən bir qüvvədir. Ya belə bunu desək də, nəticə alır. Külli təcrübələrdən, oxuduqlarımızdan, öyrəndiklərimizdən, gördüklərimizdən, eşitdiklərimizdən, anladıqlarımızdan bir nəticə, o nəticə olub ona əql deyirlər. Məncə, mən belə tərif edirəm, bilmirəm, filosoflar nə deyirlər. Nəql nədir? Nəql o şey ki, sözdür. Vəhyə nəqli deyirik. Həzrət Rəsulun sözlərinə nəqli deyirik. İmamların, böyüklərimizin sözünə nəqli deyirik. Deyir ki, əql, pəs onda nədir? Əvvəl afərinişdən bəri, miyan ərbab danışdə, danışan, danış sözü, danışmaq sözündən düzəlib, danış. Danışda əql ilə nəql toəman birdirlər. Bunlar bir-birinin yanınca gəlirlər. Əql ilə nəql. İslamda xüsusən, yəni deyək ki, tamam dinlərdə beləsidir, mütəəssifanə, ya xoşbəxtanə beləsidir. Və məqul və mənqul. Məqul yəni o şey ki, biz əql edirik, əqilləşdiririk, məqul. Yəni, əqli türədən bir şeylər. Və mənqul o şeyləri ki, eşitmişik, bizə deyiblər, bu Qur'andır, bu hədisdir, bu şeiridir, bunlar da mənquldurlar. Burada bir şey yazıbdır, kəlmə fərisi, burada firə nədir bunu bilmirəm. Burhan idi ki, ehtimalən hərəsi olsun bəlkə. Burhan idi ki, müsəlləm və məaric yəqiniyyəyə məsləki burhan mədarc və sülləmi və səlləm olmaqla bəhs və nəzər öylərlə mə'mul muəddilul əleyh ya mə'dəlul əleyhi cümhur və mərcəun ileyhi hər umurudur. Burada çox ağır kəlmələr işlədibdir. Bilmirəm, dostlar, bunu mən tərcümə desəm qalarıq, kitabdan düşərik, amma çox gözəl anlamlar gətirib burada. Deyir ki, bu məlum mənqul burhan idi ki, indiyəcən burhan olub danışların arasında, müsəlləm, özü də müsəlləmdir və məarici yəqiniyyə. Bunlar deyir ki, yəqinə gətirən şeylər bu iki danadır, əql və nəqlidir. Məsləki burhan, burhan yolu, mədaric və silmi olmaqla, bunlar şey onun üçündür, bəhs və nəzər və öyrəlmə, mən bunu müəddilun əleyhi oxuduq, cümhur da cəmidir, yəni və mərcəun ileyhi bir umurudur, ya hər umurudur. Oxunmur ki, nüqtədir, yoxsa nədir, ona görə bunlarda qalıram. Bəzi nas və vəsvas xənnas iğvası ilə təriq burhani qoyub cəhl və himaqətdən zənniyyat və vəhmiyyat. Çox gözəl kitabdır. Allah əkbər. Bəzi nas və vəsvas xənnas iğvası ilə təriq burhani qoyub, burhan dəlil gətirmək, cədəl eləmək, mübahisə eləmək deyir, onu qoyub, ötürüb, burada qoyub, yəni ötürüb, cəhl və himaqətdən, cəhl və himaqət eşgəhlik üzündən, himaqət eşgəhlik, cəhl və himaqətdən zənniyyat və vəhmiyyat, özlərinin zənni və vəhmiləri əsasında bir şey qururlar zehnilərində, ilə burhana müarizə qəsdin edib. Burhani deyir, çəkirlər məntiqi, bəhsi, çəkirlər, deyir ki, onu bəhs müarizəyə çəkirlər. Edib, bir qaç məsələlərə niza və təəssüb ehtimalən ya da təzif-i batil mərziyə-i mübtəla ya fərziyə-i mübtəla olub fərzinə, batil fərzinə ya mərəzinə də oxuna bilər. Mərəzinə mübtəla olub sələfdəki keçən, indi bunlar oxunmur, oxunmadığı üçün vaqəən çətinliğə düşünəm.
köhnəli kitab. Keçən təzif təsəub olacaqdı. Təsəub, əlbəttə üstdəki bundan deyil, o da qalır. Şimdi nə olur bəs onda? Təsəub. Təsəub yəni çətin. Təsəub cəngiləri gibi bir ərbab-ı himakətün batil cədəlləri qitalə müəddi olmağa az qalmışdı. Agah ya da ana binaən niza olan məsələlərdə təriq burhan bəyan etməz. Burada itrə, ehtimalən itrə olacaqdır, oxunmur. Yəni sətirlərin heç birisi oxunmur, amma zorla oxumağa çalışırıq. İtriyə bir-iki sətir təsvid olunub, Mizanul Haqq fi ixtiyarul Haqq. Kitabın əsl adı da Mizanul Haqq fi ixtiyarul Haqq'dir. Mizanul Haqq fi ixtiyarul Haqq. Mizan haqq nədir? Haqqı seçmək ixtiyarı. İxtiyar da seçmək burada anlamındadır. İxtiyarul haqqı denildi. Yəni bir sətirlər təsvid olunub, mizanul haqqı fi ixtiyarul haqq denildi. Ona ad qoyuldu. Ta ki ammə niza və cidal maddəsi nədir və nə məqulə səmərəyi müntəc olur bilələr. Deyir ki, fərqin bilələr ki, ammə, umumi millət, niza və cidal maddəsi əslində nəyin üstündə bəhs edirlər? Nizal və cidal maddəsi nədir? Və nə məqulə, hanki bəhslər səmərəyi müntəc edər, hanki səmərəni faydanı verər. Deyir, burada çox, yəni istəyir deyək ki, bir növ məntiq, bir növ fəlsəfə üzərində danışacaqdır, yazacaqdır. Çox gözəl kitabdır. Mən bunu çox sevdim. Yəni buracan bunun için sevdim, düşüncəsini sevdim. Səmərəyi müntəc olur bilələr və himakət və ədəblərindən dönüb quri qoğadan fariq olələr. Quru qoğa, çox gözəl, quru, yəni səmərsiz, quru, yəni səmərsiz, ağac quruyubdur, quru qoğadan fariq olələr. Pəs bir müqəddəmə və neçə məbahis üzərə mürtəbitdir. Müqəddəmə ulum-i əqliyyə lüzumin bəyan edər. Pəs əvvəldən mənə calibdir, bunu mən burada yazım. Müqəddəmə ulum-i əqliyyə lüzumi bəyan edər. Tamam, bu müqəddəmədir. Əqlin nə cür? Əqlin lazımlığı haqqında danışar müqəddəmə. Talibi haqqə məlum ola ki, ilmi bəşər mütəəlliqi mövcudati mədum məchul mütləqdir. Deyir ki, olmayan bir şeylərə insanların elmi çatmaz. O məchuldur, olmayan bir şeylər. Ol canibə zehni təvəccüh eylər. Kamilən gedib, bunları elə şeylə gedim. Mövcud nədir? Mövcud dəxi mütləq maddədən müstəğni olursa, ol məqulə umuri mütəəlliqə burada həbailə, yəni mənə oxunmur əslən, elmi ilahi derlər. Məbahisə, mütəəlliq məbahisə elmi ilahi derlər. Deyir, əgər maddəsi olmasa, onlara elmi ilahi derlər. Furui çoxdur. Bunun da fərqi, qolqanadı çoxdur. Yaxşı ya həkim, ya mütəkəllimdir. Baxışı ehtimalən. Yəni, bu haqda danışan bahis oxuyaq bunu. Bahisi ya həkim, ya mütəkəllimdir.
deyir ya filsufdur, ya da mütəkəllimdir. Və mövcud zehnidə dördən müstəğnisə, zehnidə maddədən müstəğni. Əgər zehnimizdə maddədən müstəğni olsa, yəni maddə ilə olmasa, xaricdə maddəyə muhtac olursa, amma xaricdə, yəni bizim zehnimizdən eşikdə olanda maddəyə muhtac olursa, ana mütəəlliq məbahisi ilmi riyazi dərlər. Bəs beynimizdə maddədə yoxdur, maddəsi yoxdur, 1, 2, 5, 10. Amma eşikdə deyəndə bir çıraq, bir alma, bir adam, bir maşın, onda maddə olur. Deyir, bunu elmi riyazi deyərlər. Usul 4 qismidir. Bunun usuli 4 qismidir. Ədəd və heyət, həndəsə və musiqi fənləri. Deyir ki, bunlar beyində, cəlibdir, mən bunları bilmirəm, yəni bilmirəm neçə dəfələr oxumuşam, amma tazadır. Deyir ki, bunlar ki, beyində maddəsi yoxdur, eşik beynimizdən eşikdə bunları istəsək bir şeyə nisbət verək, bunların maddəsi olar. Nə mənələrdə? Ədəd. 1, 2, 3, 5, 100 min, 10 min, 1 milyon. Heyət, dedik ki, şeyə deyirlər, qədim, ulduzların arasında zadına deyirlər. Bunlara həndəsə, əşkala deyirlər və musiqi, fənləri və hər birinin neçə fürui vardır. Mövcud həm xaricdə və həm zehnidə mütləq maddəyə muhtac ol məqulə umuri məbahis məqulə umuri mübahisə elmi təbii derlər. O məbhəslərə nə mənə deyərlər? Elmi təbii ki, həm beyində, həm də eşikdə, beyindən eşikdə maddiyə ehtiyac olur. Onlara da təbiiyyat deyirlər. Bu elmindəki fürui çoxdur. Pəs cümlə-i ulum-i əqliyyə və ulum-i nəzəriyyə bu əqsamidən xaric dəlildir. 3 cürə oldu. Ya beynimizdə maddiyə ehtiyacı yoxdur, eşikdə də yoxdur, buna ilahiyyə dedi. Ya beynimizdə maddiyə ehtiyacı yoxdur, amma eşikdə maddiyə ehtiyacı var. Bunlara dedi ki, ədəddir, həndəsədir, heyətdir, musiqidir. Ya eşikdə, həm beynimizdə, həm eşikdə maddiyə ehtiyacı var. Bu da təbiiyyat dedi buna. Çox gözəl. Fəlsəfə başladı. Əslində bu, dedi ki, bu bəhslər mütəkəllimlər və filsufların bəhsidir. Çox cəlib kitabdır. Bu, əslində 80 səhifəlik bir kitabdır, amma 78 səhifəlik bir kitabdır, amma çox cəlib bir kitabdır. Türkcədir. Mən birinci dəfə fəlsəfə haqqında türkcə bir kitab oxuram. Amma bu kitab ha zaman yazılıbdır? 1307-də dedi ki, yazıbdır. Gözəldir. Düzdür, 140 il bundan qabaq, 140 il bundan qabaq yazılıb, amma gözəl kitab yazılıbdır. Görək ki, nə oldu? Ulum-i nəzəriyyədən bu əqsa, elmi təbiidirlər. Bu elmindəki fürui çoxdur. Pəs, cümlə-i ulum-i əqliyyə və ulum-i nəzəriyyə bu əqsamidən xaric deyildir və bunlarda fikir və nəzər təriqi ilə bəhs olunub, fikirdə xətadən ismət-i məsləhəti üçün qanun, istidlal və nəzəri tədvin edib naminə elmi mizan və elmi məntiq derlər. Deyir ki, buna görə ki, xəta olmasın bu şeydə, əqlidə bəhs eləyəndə bunlardan, ulum-i əqli və nəzəri dediyində, deyir, bunun xəta olmasın, buna qanunlar qoyublar ki, bu qanunların üzündə bəhs olsa, xəta ya olmaz, ya da çox ciddi xəta olar. Bunu da deyək, çünki əgər o qanun xəta olsa, ondan çıxan nəzərlər də xətadır. Bunu, mən dəfələrcə bunu həm məqalə yazmışam, həm də bunun haqqında Günas TV-də canlı ya o birisi zamanlarda canlı bunu danışmışıq ki, filan şeyin qanunu xəta olursa, nəzər içində olan işlərin hamısı xətadır. Çünki qanundur, deyə bilmərik ki, bu qanun düzdür. Xəta deyil, xəta xətadır. Xəta qanundan xəta nəticələr çıxar, əməllər çıxar. Buna deyir ki, bir mizanül elm, buna deyir ki, mizanı və elmi məntiq dedilər. Və meyar ulumidir. Bu, məntiqin meyarları, qanunları
ulumun meyarıdır. Yəni ölçüsüdür. Meyar ölçü. Allamə Seyyid Şərifi Cürcani. İndi burada bir nəfərdən ad aparır ki, Seyyid Şərif Cürcani Qulunca. Ehtimalən bu da bunun adındandır. Bir alim ki, elmini bu vəzn və meyar ilə əyar eyləməyə, onun elminə etimad və etibar yoxdur. O, Cürcani rəhmətlik deyibdir ki, Seyyid Şərif Cürcani Qulunca. Bu adam deyibdir ki, əgər bir alim, bir hər kəs olur olsun, əgər bu vəzn və meyar ölçülərlə elmin ölçməyə, ağzındakı sözləri qoymaya, onun hər nə deyirsə, hər nə elm haqqında danışırsa, ərzişi yoxdur. Yəni, bu qədər ciddi gedibdir. İndi bir dənə molla çıxır, ayətullah çıxır, doşdur çıxır, profesor çıxır, istəyir Qurandan bir şey desin. Deyir, əgər əql üzü ilə olmasa, bunun etibarı yoxdur. Meyar üzü ilə olmasa, etibarı yoxdur. Etimar və etibar yoxdur. Etimad və etibar yoxdur. Ona etimad və etibar elmaq olmaz. Ol əhlidən əksər mühəqqiqin və vücunbə zahib olurlar. Ehtimalən mühəqqiqin vücubinə, onun vaciblığına zahib olurlar və elmi məntiq məqsudi bizzat dəgül. Deyir ki, elmi məntiq özünü, bunu oxuyaq ki, elmi məntiq bilək, deyir ki, bunun özünün ərzişi, zatisi yoxdur. Bunu oxuyaq ki, bir şeyləri düz düşünək. Onu calibdir, bu da özü calibdir. Elm üçün oxumuruq, məntiq üçün oxumuruq. Məntiqi oxuruq ki, bundan nəticələr alaq. Elmi məntiq məqsudi bizzat dəgül, məqasidi təhsilə, vəsilə, məqasidi, o məqsədlərimizi, istəklərimizi təhsilə, ələ gətirmək üçün vəsilə və alətdir. Elmi məntiq bir vəsilə, bir alətdir ki, ondan istəyirik bəzi şeyləri ölçək. İstəyir beləsi desin. Məbdə-i fitrətdən bərü, təvaif və üməm beynində qərardad ulum zəruriyyə və həqiqiyyə və burhaniyyə bu zikri olunan həqaiq əşya əməlləridir. Burada kütüb oxusaq ya bunu nə oxusaq? Kütüb-i mənzilə və ulum-i şər'iyyə, kütüb-i münəzzələ, nazil olmuş kitablar. Ya münzələ, kütüb-i münzələ və ulum-i şər'iyyə, məbahisi, ulum-i məzkurə, məbahisi və məsaili ilə əksər məvariddə ictima və ittifaq edib, məvaddi mütəəddidə də iftiraq vaqi olmuşdur. Əhli olan ol maddələri bilirlər. Amma ulum-i şər'iyyə ki, bu əsrdə murad-ı ulum-i İslamiyyədir, xali dəgül, ya məqsud-i bizzat ola, ya ani təhsil vəsilə ola, ya ani təhsilə vəsilə ola, vəsiləyə ulum-i aliyə və ulum-i ədibə və ulum-i ərəbiyyə deyərlər. Zira məqsud-i bizzat dəgüldür və varub dəgüldür. Varub dərmək bizzat. Varub dərmək oxuyaq, bunu nə oxuyaq? Varub durmaq bizzat, varub durmaq bizzat və ədəb ya varub cəridə. Varub nəfsi bilvasitə, varub nəfsi bilvasitə anə mövqufudur. Və əlfaz-ı ərəbiyyədən bəhs edir. Bunun əqsami mövzuat kitablərində yazıldığı üzərə 12 olmaq məşhurdur və məqsud bizzat dəxi mövzuat ilə biri-birindən təmyiz olunur. Mövzu-i kəlamullah isə elmi təfsir və elmi Qur'anıdır. Furui, burada bir şey yazıbdır, anlə kəlam-ı Rasulullah isə, onun sözü bu cürdür. Furui nədir? Furui ilə kəlam-ı Rasulullah isə elmi. Furui isə, onu isə oxumalıyıq. Furui isə kəlam-ı Rasulullah isə elmi hədisidir. Furui
isə ikisinden ehtimal. İkisinden ve onlara raci umuriden müstebit olup sırfi etikada müteallik ise ilmi kelamıdır. Şimdi burada bir şey dedi. Onun için furu ikisinden ve onlara raci umuriden burada bir şey yazıbdı ki bilmirəm kəlmənin sonu düşməyibdi ya nə olubdu? Müstəbit ya müstəbit olacaqdı dəstəli t ilə. Olub sırf etiqada mütəlliq isə onun sözləri ilmi kəlamıdır. Nəhayət mütəəxxirin məbahis hikəmiyyə hikəmiyyəyi bu ilmə xilt edildiler. Allame Sa'deddin Şerh Megasid'de çok mezigeden anla fürce buldukları için demiştir. Allame Sa'deddin, bir dönemde burada Tozuş'tan Sa'deddin'den danıştık. Üstteki Sa'deddin idi, neydi onun adı? Demişti ki etimad yoktu. Şərif Cürcani. Bu bir ayrı Allamədən danışır. Allame Sa'deddin Şerh Megasid'də bir kitabın adı Şerh Megasid'dir. Çox məzigəla anında fərcə buldukları üçün demiştir. Ve eğer sırf etiqad eyleyip amele müteallik ise usul ve furu vesair ana müteferri tertib ve terhib amelleridir. Sabiqen mezkur olduğu üzere ulumi akliye ve ulumi hikemiye bu ilmilere tedahül eylemiştir. Ol ilmilerden bir behre olan bu ilmilere dahi tamam mertebe vakıf olamaz. Bundan sonra halk arasında şai olan inkar asline kelami şimdi burada bir şey yazıyor. Asline kelime-i lem sadr İslam'a sahabi cedelüm. Asline gelelim. İnkar asline gidelim. Sadr İslam'a sahabe-i kiram Hazreti Peygamber aleyhisselam'dan ahz ve rivayet ettikleri kitap ve sünnet sünnete teşebbüs edip gavaid-i İslamiye rusuh ve istihkam bulmadan gayri ilmilere şughli tecviz etmediler. Belki men'i babinde azim şiddetler gösterdiler. Hatta Hazreti Ömer radıyallahu anhü Mısır ve İskenderiye fethinde nece bin cild bulunan kitapları yaktırdı. Zira öyle olmazsa halk kitabullah Resulullah sinden hifzinden kalıp onlarla meşgul olurlardı. Halk kitabullah Resulullah sinden ihtimalen burada hifzinden üstünde de burada bir şey koyup da onu kamilen okuyabilmirəm. Hifzinden kalıp onlarla meşgul olurlardı. Ve gavaid-i İslamiye bu mertebe rusuh. İndi gene burada bir şey yazılıp değil. Ve istihkam, rusuh ve istihkam bula ihtimalen bulamazdı ya bulazdi okunmur. Bulamazdı olabilir.
sadr oldu ol məsləhəti. Sadr oldu, yəni sadir oldu ehtimalən. Sadr oldu və ol məsləhəti gördülər sadr-ı sani. Sadr-ı əvvəl də ol məsləhəti gördülər. İslamın sadr-ı əvvəlində o məsləhəti gördülər. Sadr-ı sani və salisdə tabiin və müstəhidin rivayətini tədvin edib ravilər, üzr istəyirəm, Sadr-ı sani və Sadr-ı salisdə İslamın ikinci, üçüncü mərhələsində Sadr-ı əvvəl oldu Həzrət Məhəmməd və Ömər zamanı, xəlifələr yəni. Sadr-ı sani tabiilər, onlar əshab idi. Onlar oldu Həzrət Məhəmməd və əshabı, bunlar Sadr-ı əvvəldir. Ki Ömər, Əli, Osman, Əbu Bəkr və onların zamanında olanlar, bunlar Sadr-ı əvvəldilər. Sadr-ı sani onlarla bunların uşaqlarıdır. Bunlar yəni ikinci nəsl. Sadr-ı salis nəvələr yox, nəticələrdir. Onlara gəlir. Nəticələr, nəvələr. Onlara gəlir. Bunlara deyir ki, bunlar kimdilər? Tabiin, yəni əshabın uşaqları. Əshabın uşaqları Peyğəmbəri görməyənlər. Amma əshabı görüblər bunlar. Bunlar əshabları gördüyü üçün Həzrət Peyğəmbəri görməyiblər, amma Həzrət Peyğəmbərlə olanları görüblər. Öməri, Əlini, Əbu Bəkri, Osmanı, Allah bunların hamısını rəhmət eləsin və onların yanında olanları görüblər. Onlardan bir şeylər eşidiblər. Bunlara deyirlər nə mənə? Tabi. Sonra dördüncü nəsil, yəni nəticələr, bunlar kimdirlər? Bunlar da o tabiiləri görüb, əshabı görməyiblər, tabiiləri görüblər. Tabiilərdən eşitdiklər, bunlara da müctəhid deyirlər. Və ravilər deyirlər bunlara. Bunlar rivayət, bunlar təbiətən 4 nəsil olanda 100 ilə yaxın olur. Bu 100 ildə çoxlu şeylər dəyişilibdir. Yəni, çoxlu yalanlar gəlib ortaya, çoxlu hər kəsin mənfəətinə görə bir şeyi də çıxada bilər, qata bilər. Hər halda, rivayətli tədvin edib usul və furu qaidəsi üzərə olə şəriyyədən, əvvələ şəriyyədən əhkam-ı ilahiyyəyi istinbat edib yazıb ciziblər. Çox kitab çox gözəl yazılıbdır. Ulum-i İslamiyyə tədvin olunub bir təriq ilə hilal gəlmədən məsun qıldıqdan sonra əhl-i İslam analərləri gördülər. Ana yerləri gördülər ki, selfün mənbəi bu məsləhət üçün idi. O selfün nə olacaqdı, onun mənasını bilmirəm. Sələfün mən'i, yəni o əvvəldəkilər ki, mən elədilər, ayrı kitablar gəlməsin, sələfin mən'i bu məsləhət üçün idi. İndi burada bir dənə üstə kəlmə yazıbdır, onu bilə məzbutdir, nədir orada yazılıbdır, oxunmur. Məhzur bir tərəf, məzbut, məhzur bir tərəf, bərtərəf qılınıb, məsləhət yetdi. Əhl-i İslam həqaiq əşya ilmini bilmək mühümmüdür diyor. Bəni Ümeyyə və Al-i Abbas əsrlərində ulum-i əvail kitablərin tərcümə və tərif etdilər. Çox gözəl. Mən bu kitab əla bir kitabdır. Bu qədər bu günə yetişsin. Dostlar, bu kitab mən biraz rəhmətli Mevlana adlı bir alimlə Təbrizdə, Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin. Əgər hətmən ölmüş olar, yəni indiyə qalmış olmaz. İndiyə qalmış olsa 100 yaşın geçər. Qalmış olsa Allah ona uzun ömür versin. Onunla bu kitaba dair bir kitab fəlsəfə oxumuşam. Əlbəttə ona fəlsəfə demirdilər də, elmi kəlam deyirlər. Mollalar oxuduğuna elmi kəlam deyirlər, fəlsəfə demirlər. Vəli o ərəbcə idi. Ərəbcə oxumuşam.
Amma bu türkcədir. Çox rahat düşünürəm bunu. Bəlkə biraz ömrüm keçibdi, təcrübəm çoxalıbdı, savadım çoxalıb, dərinləşibdi, ona görədir. Amma o zaman məsələn bu kitabı mənə dərs verəndə, bizə dərs verəndə 2 nəfər idi onun şagirdi. Bəlkə çox anlamırdı. Amma indi bəlkə ərəb olduğuna görə, bəlkə nə bilim, amma indi bu kitabı oxuduqca ləzzət aparıram. Görürəm, baxıram bu tərəfdə fəlsəfiyyat falan görürəm, amma heyf olsun ki, kaş bunu saxlayaydım, sabah oxuyaydım. Yəni bu kitabın bir çox yerindən oxumaq gərəkir. Bəhsləri ilə tanış olmaq gərəkir. Biraz keçsəm qabağa. Deyir ki, əslini tədəbbür və mülahizə etmədən rədd və inkar eylədi. Kim belə bir iş görübdü? Bilmədik ki, fəlsəfə elmləri deyünmə mübtəla olub, yeri və göğü bilməz cahil ikən alim geçindi. Əvələm yenzuruni melekut semavati vel arz. Təhdidi biraz kitabın keyfiyyəti, əlbəttə səs, bəlkə bunun səs biraz azaltsaq daha qəşəng görsənər, yox. Bu qədər olsa, nəzərimə bu qədər olsa daha yaxşı oxunar. Ta o cür ki mən o cür oxuyurdum. Madde əvvəli müfti bu nədir? Bu əslində burada nədən danışır? İstəyirəm qutaraq. Suqrat Əflatuni tərğib etdiyi kimi həqai əşya elmini təhsilə tərğib edib bu risalədə dəxi vəsiyyət və cümləsinə nəsihət üçün bir qəç məvad zikr və irad eylədim ta ki mütləq elm naminə olanı mühəyya və mümkün təhsil və səy eyləyələr. Əlbəttə bir məhəldə lazım gəlir elmin zərəri olmaz zəmm və inkar eyləməyələr. Zira bir şey inkar önsəndən bəd və hirmanə səbəbdir. Olsa bir şey, zira bir şey inkar olunsədən bəd hirmanə səbəbdir. Madde əvvəl müfti mehnə İliyə, səbq İliyə, qeyri mühəndis müftiyə heyət, burada səbq bəs eyliyə belə bir şey deyə oxunmur. Qeyri mühəndis fətvasidir. Bir kimsənə tuli, ərzi, ömqi 4 zira bir yer həqr etməz, həfr etməyə axiri 8 aqçəyə isticar eləyib ol dəxi tul və ərz ömqi 2 zəri bəra bir yer əhqər ilə. Tamam. Getir məsələlər zahirən həndəsə üzünə, deyir ki, yəni indi bunlarda bəhs olunacaq qaydətən. Mütəəssifanə bu kitaba çox vaxt qoymadıq. Heyf olsun, heyf olsun. Burada bir yerə yetişib ki, üstünə xətt çəkiblər. Küllünə xətt çəkiblər, bunu oxuyayım. Təhrir edər və bəzi əhl-i süluk, indi əgər oxuya bilsək, çox riz yazılıbdır, çox kiçik yazılıbdır. Süluk azad sıfi biri bəriyul mevta əynən və ən bəz ərəbcədir. Və bəzi əhl-i süluki iza tüsəffa yərəl mevta əyanən və ən bəzil füqərai ənəhu qalə kuntu
fi bidayeti suluki bir dəstə dükkan məhəllinə rəculi yüzün yox, oxuya bilmirəm bura. Elə ehtimalən ərəbcədir bura, amma mən nə cür oldu keçdim vəsətdə türkcə oxudum bunu. Əlbəttə burada bir şey yazılıb ki, onu bilmədiyim üçün burada necə bir Brüstə dükkan ve mahallinə rəculun yüzenu bi cami Mevlana Nəsari ya Ənsari olacaq ehtimalən. Fəmatəl muzun yevmen və məzə aleyhi əyyamin kəsirə fəqət həbət ilə şeyxi bə'də salavatı subhi بعد صلاة الصبح فلقيت الموزين في طريق ومعه شخص آخر لا أعرفه وكان الشيخ ينزل علينا فسلمته ve tamam velası bir şeydi. Ötürək kamil oxunmur. İstirdim görüm ki nədir? Burada bir əcib bir şey dedi ərəbcə. Qoyaq qalsın çünki bilmədiyim üçün dalasın qabağın yanlış şeylərəm. Əziz və hörmətli dostlar, Allaha min mərtəbə şükür ki, bu günləri mənə fürsət verdi. 2 dənə türk dünyasında 2 dənə çox önəmli kitabla 2 dənə türk insanının yaratdığı yazı mədəniyyəti ilə, yazı uyğarlığından 2 misalla, 2 nümunə ilə tanış olduq. Birincisi, Əfqanistanda 140 il, 145 il bundan qabaq yazılmış və çap olmuş türkcə ki, deyir, Osmanlı türkcəsi adını qoyur. Deyir ki, bu, Avropa dillərindən də önəmlidir bunun örgəşməsi və İslam dünyasının dilidir. Ərəbdən deyir, ərəbcədən mühümmüdür. Deyir, ərəbcəsi içində çoxdur, amma ərəbcədən önəmlidir. Bir bu kitab oxuduq ki, orada türkcəni, Osmanlıca dediği türkcəni qəvaid və qanunların öyrədir. Ondan bir 10-15 səhifəsi oxuduq, çox oxuduq, bəlkə 20 səhifəyəcən oxuduq. İkinci kitab ki, açdıq ki, heyf onu sabaha saxlayırdıq və ondan daha çox oxuyurdıq. Adı Mizanül Haqqi fi İxtiyaril Haqq. Burada da gəlir deyir ki, tamam elmləri, danışığı, düşüncəni bir ölçüləri var. Bu ölçüləri gərək bilək ki, minlər ildə insanlar bu ölçünü yaradıblar. Bu ölçünü yaradıblar, hər şeyi bundan ölçərlər. Əgər bunlarla düz gəldi, qəbul edərlər. Əgər bunlarla düz gəlmədi, qoyarlar qırağa. O da əqlidir. Usul-i əqliyyə. Və bunun haqqında danışır, fəlsəfə haqqında əslində danışır. Bu kitab fəlsəfəni 140 il bundan öncə fəlsəfəni türk dilində yazıbdır, həm də əlyazma. Bu cəhətdən çox önəmlidir. Niyə bu kitablar önəmlidir? Xüsusən bu ikinci kitab niyə önəmlidir? Çünki bu fəlsəfəni bir türk baxışından, türk dili ilə yazıb, həm də əlyazmadır. Düşmənlər bunun içinə əl aparıb, bunu çevirməyiblər. Mütəəssifanə keçən 150 il, 250 ildə çap olan kitablar, bunları normalda ingilisli, Fransəli, Almanlı, Ruslular çap elətdiriblər. Və onların mənfəəti üzrə bu kitablar ki, çap olub, bunların içində əl aparıblar. Çox rahatdır. Amma əlyazma kitabların içinə əl aparmaq çox çətindir. Çünki ya gərək kağızı kollən kitabı çevirələr, ayrı bir şey, ya da səhifəni cıralar, tazaşdan yapışdıralar, ya da ki, silələr. O da bəlli olur. Mən də burada oxuyanda onları göstərməyə çalışıram. Bu da bizə köməklik edir ki, doğru ilə yanlışı ayırt eləyək. Çox-çox gözəl kitablarla tanış olduq. Heyif ki, nə o əvvəlkisini oxuyub qutardıq, nə bu ikincisindən biraz çox oxuya bildik. Amma hər halda türk insanının yaratdığı 2 taysız kitabla tanış oldum. Allaha min mərtəbə şükür ki, mənə bu gün ömür verdi. Türk dünyasından, düzdür, fars dilində yazılmışdı birinci kitab.
Amma ikinci kitab isə türk dilində və fəlsəfə haqqında yazılıbdır. Çox önəmli kitablar. Sağ qalın, səlamət qalın. İnşallah Allah ömür verirsə və qismət elirsə, bir ayrı gün, bir ayrı kitabla tanış olarıq. Türk insanı yaratdığı